Ailə söhbətləri, ədəbiyyat almanaxı. Salamlayıram sizi, əziz dinləyicilərim. Ədəbiyyat həm də yaddaşdır. Biz tariximizi bəzən ədəbiyyatdan öyrənirik. Milli yaddaşımızı, milli mədəniyyətimizi, vətənpərvərliyi oxuduğumuz ədəbi nümunələrdən öyrənirik. Ədəbiyyatla bir olmaq, sabahın gözəl vətəndaşı kimi formalaşmağa kömək edir. Tarixini olduğu kimi çatdıran yazıçı, vətəni uğrunda qələmlə mübarizəyə qalxır. Bugün Ədəbi Yaddaş rubrikasında bu il 100 illiyini qeyd etdiyimiz, yaşadığı çətin dövrə baxmayaraq Azərbaycan oxucusuna qəhrəmanlarını tanıdıb sevdirən yazıçı Cəlal Bərkişad haqqında danışacağıq. Studiyamızda qonaqlarımız var. Cəlal Bərkişadın həyat yoldaşı Sayad Cavadzadə, İz Mədəniyyəti Dəstək İctimai Birliyinin rəhbəri Fəridə Mirişova. Xoş gəlmisiniz. Xoş gördük. Mən istərdim ki, ilk olaraq Sayad xanım sizdən başlayaq. Sayad xanım, istərdim ilk sualı sizə verim. Mənə çox maraqlıdır. Cəlal Bərkişad çox ciddi, xarakterli bir insan kimi bizim xatirələrimizdə qalıb. Ciddi bir şəxsiyyətlə həyat yoluna çıxmaq sizi qorxutmadımı? Əvvəla dəvətiniz üçün çox təşəkkür edirəm Aysel xanım. Sizin dediklərinizdə böyük bir həqiqət var, amma məni qorxutmadı. Nə üçün qorxutmadı? Çünki Cəlal Bərkişad yazdığı əsərlərindən artıq o sözünü demişdi ki, mən etibar adamam, mən vətənimə, xalqıma, insanlığa, yaradılmışlara sayğı və hörmətlə yanaşaram, onları yarı yolda qoymaram, yıxıldı əlindən tutaram, bir işə ehtiyacı oldu, dəstək olaram, elmə ehtiyacı oldu, yol göstərərəm. Yəni Cəlal müəllim o cür insan olduğu üçün mən onunla ailə qurmaqda qorxmamışam. Bu sözün əsl bir mənalı şəkildə belədir. İnsanlar yaradılışdan xaraktercə ayrı-ayrı olur bildiyiniz kimi. Yəni Cəlal Bərkişad gözünə çandan tək bir oğul olub, bir bacı, bir qardaş olublar. Qubatlının Qəzyan kəndində dünyaya gəlib. Həmişə deyərdi, atam rəhmətliyin əli qabar-qabar idi. Biri ilə görüşəndə əllərinin qabarı dəyərdi atamın. 41-45-ci ilin müharibəsi gedirdi, yəni müəyyən yaş dövründə. Orta məktəbdə oxuyurmuş Cəlal. Əsərində də yazılıb, Dünyada Nələr Gördüm kitabında o əskər müharibəyə getdiyi dövr yazılıb orada. Oxucular oxuyub tapa bilər, yəni istəsələr. Dünyada Nələr Gördüm kitabında var. Deməli, müharibəyə əskər çatışmırmış, gəlib qaldırıblar arxadan bu hündürboy bir neçə uşağı, aparıblar müharibəyə. 42-ci ildə Cəlal müharibədə olub. Mən sizin sözün qüvvəsini gətirəm ki, o qədər güclü və elə bir əqidəyə malik insandır ki, onu da qoruyan Allah dənizdə döyüşlər olub bunlarda gəmidə. Gəmi vurulur, batır. İçində minlərlə insan əsərində də yazır. Mən də onun içində batırdım. Amma məni deyir, bir dənə gəmidən parçalanmış bir ağac parçası gəldi əlimin altına. Mən onu tutdum. Bir də onda ayıldım ki, sahildəyim. Dalğa onu atıb sahilə, amma qış idi, qar edib donmuşdum deyir. Gələndən sonra da universitetin jurnalistika fakültəsinə daxil olub və həyatı da oradan başlayıb, yaradıcılığı da oradan başlayıb. İlk şeirlər yazıb, ilk kitabı Həyatı Quranlardır, belə bir adda kitabdır. İlk şeirlə gəlib yaradıcılığa, ədəbiyyata. O qədər qəlbi, ürəyi, ruhu, vətəni ilə, o ana vətənli, anasını da dəyər verər, çox sevərdi. Ona görə də o vətənpərvərlik ruhunda, qəhrəmanlıq ruhunda, özünün o ruhunda olduğu üçün qəhrəman obrazlarını yaratmağa qərar verir. 56-cı ildə ilk Azərbaycan radio televiziyaya işə girir və ilk radioda işləyir. Sonra da ədəbiyyat redaksiyasında, televiziyada işləyir, ən axırda kənd təsərrüfat redaksiyasında ömrün sonlarında işləyir. Amma o işlədiyi dövrdə ilk 2 böyük nəhəng roman yazır, tarixi roman. Biri Bozatın belində Qaçaq Nəbi adı ilə yazır o əsəri. İkincisi də Sirilmiş Qılınc Babəkin həyatından yazır. Gələcək nəsil bu kitabları oxuduqdan sonra vətənpərvərlik ruhunda böyüməsi üçün Cəlal müəllim indidən bunların təməlini qoyur. Bir qonağımız da studiyadadır, mən onu təqdim etdim və çox sevindirici halda ki, bizim mədəniyyətlə bağlı bir çox layihələrimiz var. İndi son vaxtlar bu daha çox çoxalıb, bizim çox gözəl gərəkli ictimai birliklərimiz var və
İz Mədəniyyətə Dəstək İctimai Birliyi də bunlardan biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mirişova da bugün bizim studiyamızdadır. Mən istərdim indi növbəti sualı ona verim, çünki bu yaxında məni nə vadar etdi bu veriliş barədə düşünməyə. Yazıçılar Birliyində çox gözəl bir tədbir keçirildi. Çox gözəl. Yəni orada əvvəla çoxlu insan var idi orada. Çoxlu sevən oxucular gəlmişdilər. Bu tədbirin təşkilatçılarından biri İz Mədəniyyətə Dəstək İctimai Birliyi idi və Fəridə xanım başda olmaqla. Mən istərdim Fəridə xanım bu tədbir haqqında və daha hansı işlər görülür, onlar haqqında bir söhbət edək. Bizim İctimai Birliyin adı Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyidir. Bildiyiniz kimi, adından məlum olduğu kimi, Azərbaycan mədəniyyətində iz qoymuş bizim mənəvi sərvətlərimiz. Bura əlbəttə ki, bizim görkəmli şəxsiyyətlərimiz də daxildir. Azərbaycan mədəniyyətində özünə yer tutan, onun inkişafında dərin təsir buraxan bu insanlar nəzərdə tutulur ki, hansı ki, onlar öz yaradıcılığı ilə, ideyaları ilə, fəaliyyəti ilə xalqın yaddaşında iz qoymuş insanlardır. Cəlal Bərgüşadın yaradıcılığı da Azərbaycan ədəbiyyatında özünə məxsus bir yer tutur. Onun zəngin bədii irsi var, xüsusilə də tarixi romanlar milli ədəbiyyatın inkişafında silinməz iz buraxmışdı. Və belə bir yazıçının, belə bir publisistin il dönümünü, özü də 100 illik yubileyini qeyd eləməmək günah olardı. Məhz bu baxımdan bilirsiniz ki, siz özünüz şahidisiniz ki, biz bir ictimai birlik olaraq bir çox layihələrə imza atmışıq və düşündüm ki, axı bizim mədəniyyətimizdə, milli mədəniyyətimizdə töhfələr vermiş şəxslərdən biri də axı Cəlal Bərgüşaddır. Gözəl oldu ki, biz bu tədbiri keçirdə bildik. Özünüz də şahid oldunuz ki, doğrudan da bizim o tədbirimiz möhtəşəm oldu. Orada hələ çox insanlar gələ bilmədi. Elm insanları, ədəbiyyat və yaradıcılıqları ilə tarixə iz qoyan doğrudan hansı ki, hazırda yaşayan insanlar var idi ki, onlar həm də Cəlal Bərgüşadın müasirləri idi, onu tanıyan insanlar idi. Amma iş günündən dolayı gələ bilmədilər. Amma ona baxmayaraq da çox görkəmli bizim yazıcı və şairlərimiz, alimlərimiz, sənət insanlarımız orada idi. Əlbəttə ki, bu çox qürur verici bir hal idi. Çox ehtiyac var. Məsələn, mən özüm bir yazıcı kimi həmən gün o qədər belə çox müsbət enerji aldım o xatirələrdən və çox böyük ehtiyac var Cəlal Bərgüşad haqqında danışmağa. Doğrudan da çox böyük bir şəxsiyyət olub. Əslində o keşməkeşli həyat onu yazıcı edib və əslində o böyük bir missiya daşıyıb özü ilə. Cəlal Bərgüşad gündəlik həyatda necə bir insan idi? Nə baxımdan? Yazıçılıq fəaliyyəti onun ailə həyatına necə yansıyırdı? Çox təşəkkür edirəm. Sualınız çox gözəl sualdır. Otağı da var idi. Hələ də onun mən o əldə yazılan maşınka var. O vaxtda kompüter yox idi, o dövr idi. Evdə durur. Onun gündəlik, misal sabah nə iş görəcəksə, bu gün axşam otururdu, onun proqramını tuturdu. Yazırdı ki, misal sabah bu işi görəcəm, nömrə 1, nömrə 2, nömrə 3. Əgər onu hamısını həmən gün çatdıra bilmirsə, ya alınmırdısa, onu sabaha keçirdi. Bu bunun iş rejimindən biri. O bloknotlar da durur məndə evdə indi hələ də. Hər baxıram onları görəndə ağlayıram. Deyirəm, insan həyatı nə qədər fanidir, gəlir. Kimliyindən asılı olmayaraq, müvəqqəti dünyadır da. Mən həmişə deyirəm ki, o sözdə Cəlal müəllimin sözündən belə beynimdə dərk eləmişəm. Cəlal müəllim deyirdi ki, mən bu dünyanın səhnəsindən elə gedərəm ki, deyərlər buradan böyük bir aktyor getdi. Yəni sakitcə, danışmadan, hərəkət etmədən elə gedərəm ki, deyərlər buradan böyük bir aktyor getdi. Mən də ondan sonra belə qərara gəlmişəm ki, həqiqətən də dünya bir səhnədir. Hər bir yaranan da bir aktyordur. Hərə öz rolunu oynayıb gedir. Yəni Cəlal müəllim ailədə çox səmimi, həyat dolu. O qədər qayğı çeşidi ki, mənim yoldaşımdır deyə demirəm. Və mən bugün əgər onu xatırlayıramsa, ondan danışıramsa, hələ sağ ikən biz bərabər gəzdiyimiz yerlərə gedəndə söhbət rast dedim ki, Allah dedim, hər şeyin doğrusunu bilir. Amma deyirəm, Cəlal, heç vaxt unutmam, mən sənin həmişə həyatda hər işi yaşadacam. Sən kitab yazmışsan, ondan danışacam, sənin insaniyyətliyindən, yaradıcılığından, mən səni nəfəs aldığım sürəcə sənin üçün həmişə danışacam, hər yerdə. İnsanların sevgisi sənətkarlarımızı, şairlərimizi, yazıçılarımızı yaşadır. Çünki onlar ölümsüzdür. Onlar öz əsərlərində yaşayırlar.
çox təqdirə layiqdir. Fərdə xanım, mən çox alqışlayıram. Bax bu hansı idarələr ki, hansı müəssisələr ki, kitabxanalar, Azərbaycan, yəni Mədəniyyət Nazirinə tabe olan bizim kitabxanalarımız bu təklifləri irəli sürəndə mənim ürəyim dağa dönür. Çünki bizim də sevincimiz odur. Yəni biz bu dünyadan köçmüş gözəl sənətkarları anmalıyıq, onları xatırlamalıyıq. Onlar gəliblər və burada həyatlarını fəda ediblər və ona görə də sizin bu silsilə tədbirləriniz çox bəyənirəm. Aysel xanım, siz doğru qeyd edirsiniz. Baxın, indi bizim gənc nəsil böyüyür. Amma çox təəssüflər olsun ki, bu gənc nəsil demək olar ki, bizim o dövrün yazıçılarını, şairlərini, sənət insanlarını demək olar ki, tanımır. Məhz bu tədbirlərin keçirilməsi tədbirə layiqdir söylədiyiniz kimi. Çünki o insanlar ki, siz sözün əsl mənasında bu dünyaya gəlişlərində siz onu doğru qeyd elədiniz ki, bir missiya olaraq onu çiyinlərinə götürüblər və o missiyanı da yerinə yetirərək bu dünyadan köç ediblər. Məhz ona görə də o insanların xatirəsi bizim üçün əziz olmalıdır. O insanların xatirəsi bizim üçün çox müqəddəsdir. Şəxsən mən elə düşünürəm və bu baxımdan da nə qədər bizim şair yazıçılarımız var ki, onlar bu günləri yada düşmürlər, onları xatırlamırlar. Mən sizdən məsələn bax elə bunu istəyərdim ki, gözləyirəm ki, baxın bu iz o sizin mədəniyyəti, ictimai birliyinizin adı və gözəl seçilmiş bir addır. Çünki həm biz onların izi ilə gedirik, həm dünyada iz qoymuş sənətkarları anırıq və mən istərdim ki, bu silsilə sizlərdə davam etsin. Fərdə xanımdan istəyirəm bunu soruşum ki, yenidən Cəlal müəllimin, Cəlal Bərkişadın yaradıcılığına daha hansı layihələr düşündünüz? Əlbəttə ki, Yazıçılar Birliyində bizim keçirdiyimiz tədbirlə Cəlal müəllimin yaradıcılığı və yaxud da ki, onun haqqında bizim tədbirlərimiz məhdudlaşmadı. Cəlal müəllim haqqında radio proqramları düşündük, televiziya proqramları düşündük. Hətta düşündük ki, Azərbaycanın digər bölgələrində bu tədbirləri silsilə olaraq davam etdirək və sözsüz ki, yenə də Sayət xanım çox sağ olsun, Cəlal müəllimin kitabları Kiril əlifbası ilə bilirsiniz. Burada mənim əlimdə dünyada nələr gördüm. Cəlal Bərkişad bu Kiril əlifbası ilə yazılmış kitabı Sayət xanım özü Latın əlifbasına dərc elətdirib. Sirilmiş qılınc, Boz atın belində bu kitablar Kiril əlifbası ilə idi. Çox gözəl bir işdir əslində bu. Mən bir də çox istəyərəm ki, bu mənim arzumdur ki, Azərbaycan məktəblərində, orta məktəblərdə uşaqlarımız Cəlal müəllim kimi, Cəlal Bərkişad kimi yazıçıların əsərləri ilə böyüsünlər və mən çox istəyərdim ki, Təhsil Nazirliyindən də Cəlal müəllimin əsərləri orta məktəb dərsliklərinə salınsın. Həm də Fərdə xanım, siz bir ədəbiyyatşünas kimi, bir alim kimi də bunu düşünürsünüz. Yəni ki, mütləq şəkildə dərsliklərdə Cəlal Bərkişad oxunmalıdır. Birisi sinifdən xaric oxular da var da. Yəni ki, biz təkcə bununla kifayətlənmirik ki, dərsliklərini. Amma mən dərslikləri vərəqlədim və rast gəlmədim. Əslində bu verilişə hazırlaşanda mən dərslikləri vərəqlədim. Amma əvvəl biz bu əsərlərlə böyümüşük. Məsələn, 90-da bitirənlər, 90-cı illərin yəni uşaqları bu əsərlərlə böyümüşük. Mən bu qayıdışı gözləyirəm. Çünki Latın əlifbasına da Sayət xanım sağ olsun, Cəlal müəllimin əsərlərini çevirib. Mən bu qayıdışı gözləyirəm Azərbaycan məktəblərinə. Hələlik sinifdən xaric oxu kimi keçsinlər bu əsərləri. Sonra isə dərsliklərimizə mütləq əlavə olunsun. Bu barədə biz gərək daha geniş şəkildə müəllimlər və ədəbiyyatçılar daha geniş şəkildə desin. Son olaraq Sayət xanım sözlərinizi deyərdiniz və yekunlaşdırardıq. Aysel xanım, mən sizə dərin təşəkkürümü bildirirəm. Bugün bizim qonaqlarımız Cəlal Bərkişadın həyat yoldaşı Sayət Cavadzadə və İz Mədəniyyətə Dəstək İctimai Birliyinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Mirişova idi. Cəlal Bərkişadın əsərləri milli ruhu və qəhrəmanlıq mövzusunu ön plana çıxarır. Onun yaradıcılığı həm müharibə illərini, həm də Azərbaycan xalqının şərəfli tarixini əks etdirir. Vatan
gelsin sarı bülbül, sarı bülbül, sarı bülbül, sarı bülbül. Əziz dinləyicilərim, bugünkü Şənbə söhbətləri verilişində Azərbaycan ədəbiyyatının dəyərli nümayəndələrindən biri olan Cəlal Bərküşadın həyatına və yaradıcılığına nəzər saldıq. Onun əsərləri bizə hər zaman yol göstərən, milli ruhumuzu qoruyan dəyərli mirasdır. Növbəti Şənbə söhbətləri proqramında görüşənədək verilişi sizin üçün hazırladılar. Mən Aysel Fikrət, rejissor Anar Məmmədov, səs operatoru Reyhanə Mirzəyeva. Axı nəğməmlə gəlsin, xoş nəfəsin belə gəlsin. Axı nəğməmlə gəlsin, xoş nəfəsin belə gəlsin. Yarım güləklə gəlsin, yarım güləklə gəlsin. Mən çalanda sazı bülbül, mən çalanda sazı bülbül, sazı bülbül, sazı bülbül, sazı bülbül. Gələndə sübh zamanı sədası bülbülün. Gələndə sübh zamanı sədası bülbülümün, alır bıçağımı şuri nəvası bülbülümün. Hadasıdır adam, məltək bir gülüzdü dilbərin. Bu xəstə canım olaydı şuri nəvası bülbülümün. Aman, Məhəmməd əhli bəladan əlincə qurtarmaz. Başında çoxdur hələ məcarası bülbülüm. Cəmal yana vahid baxım hər səhər yanlar. Gümüşdə cəmal olur hər bir qulası bülbülüm. Bülbül senin işin